yoxdur. Əziz Azərbaycanlılar, əgər tez, rahat və ucuz qiymətə maşın almaq istəyirsinizsə, GLB sizə kömək edəcək. Ofisimiz Tbilisidə, Şartama küçəsində yerləşir. Azərbaycan ilə danışan əməkdaşlar ilə özünüzü rahat hiss edəcəksiniz. Salam. Xoş gəlmisiniz. GLB sizə təklif edir. PE kateqoriyalı hesablar, qapalı və manheyim hesablar, cəmi $489 başlayan qiymətlər, pulsuz Carfax və Bill of Sale sənədləri, hibrid və elektrik maşınlar üçün əlavə ödəniş yoxdur. Və bu hamısı deyil. Biz dünyanın bir çox ölkəsindən avtomobil gətiririk və birbaşa sizin ünvana çatdırırıq. Birləşmiş Ərəb Əmirliyi, Polşa, İraq, Qazaxıstan, Azərbaycan, Ukrayna və sair digər ölkələr. Ətraf mühiti qorumaq üçün elektrik və hibrid maşınlara görə 0% komissiya alırıq. Heç bir əlavə ödəniş, kapitan pulu və ya sənəd pulu yoxdur. Bizə bugün yazın və maşınınız artıq yolda olsun. Dilerlərin diqqətinə, Copart və IAAI hərraclarında hesabınız mövcud deyil və ya yüksək hərrac vergisi ödəyirsiniz, o zaman siz uğursuz şirkət ilə çalışırsınız. Artıq GLB Logistics ilə əməkdaşlıq edərək müştərilərinizi 3 qat artıracaqsınız. Bizimlə əməkdaşlıq edən 1500-dən çox diler arasında siz də olun. Biz sizə nə vəd edirik? Qapalı və açıq şəkildə keçirilən hərraclara FA kateqoriyasında lisenziya təqdim olunması, $645 başlayan daşıma qiymətləri, Şimali Amerikada hərraclara və limanlara strateji baxımdan yaxın anbarlar, dilerlərimizə ayrı-ayrılıqda şəxsi koordinasiya xidməti, geniş şəbəkələrimiz sayəsində sərfəli qiymət və vəd edilən vaxtda sürətli çatdırılma edərək avtomobillərinizin təhlükəsizliyinə zəmanət. Bununla da siz vaxtınıza və pulunuza qənaət etmiş olursunuz. Yükləmədən sonra yola düşən avtomobilinizi geniş imkanlı saytımız sayəsində ünvanınıza dək izləyə biləcəksiniz. Elə indi bizi seçərək saymaqla bitməyən üstünlüklərimizdən yararlanmağa tələsin. GLB Logistics, sizin etibarlı partnyorunuz. Salam Üzeyir bəy. Salam, xoş gəlmisiniz. GLB Logistics adını çox eşitmişəm. Biz dillərlə maraqlı olan sualların cavabını dedim şəxsən sizdən eşitdim. Bəli, buyurun əyləşin. Sağ olun. Bugün hamı üçün əsas məsələ vaxtdır. Birinci ondan başlayaq. Avtomobilləri neçə müddətə gətirirsiniz? Bildiyiniz kimi digər şirkətlərin 3-4 ambar olduğu halda bizim Amerikanın ən çox eksportu olan Oakland şəhərdə daxil olmaqla Tennessee, Florida, Illinois, Seattle, Hawaii, Kanada, Anchorage, Los Angeles, Houston, Savannah, New York, Baltimore, Ohio və Indiana şəhərlərində 15-dən çox ambarla xidmət göstəririk. Biz avtomobilləri sağlam alırıq. Siz də sağlam çatdırırsınız. Avtomobillərin zədələnməməsi üçün hansı tədbirlər görülür? Avtomobilin vəziyyətindən asılı olaraq daşınması xüsusi təlimat verilir və konteyner yüklənməmişdən öncə Amerika istehsal olunan zəncir, taxta və kəmərdən istifadə olunur. Portlarda avtomobil yerləşdirildiyi zaman 360 dərəcə şəkil və videosu çəkilir. Bu da sizə auksion şəkillərlə müqayisə etmənizə kömək olur. Maşınların Bill of Sale Pending Parts Only sənədlərində hər hansı bir problem yarandığı zaman ambarda qaldığı müddət üçün əlavə xərclər tutulur? Xeyr, əlavə xərc yoxdur. Ambarlar özümüzə məxsusdur və Amerikada Department Motor Vehicles-dan xüsusi lisenziya malikiyik. Və bizim məqsədimiz sizin avtomobilinizə 3 gün ərzində konteyner yüklənməkdir. Bill of Sale, Junk, MV9-də Parts Only kimi sənədləri tam ödənişsiz şəkildə həll edirik. Bəs elektrikli və SUV avtomobillərdə də əlavə xərclər olmur? Xüsusilə qeyd etmək istəyirəm ki, elektrik, hibrid və SUV avtomobillərə görə əlavə ödəniş almırıq. Offside və sublot ərazilər ödənişsizdir və avtomobili təhvil aldığınız zaman heç bir storage-də qarşılaşmırsınız. Əlavə xərclər demişkən, bəzi şirkətlərlə bir qiymətə anlaşırsan, sonra ortaya başqa xərclər də çıxardırlar. Az qalır ki, gəmi kapitanının maaşını da səndən tutsunlar. Bu doğrudan da çox eşitdiyimiz şikayətlərdəndir. Amma bizdə belə sürprizlər yoxdur. Bəzi şirkətlərdə gəmi kapitanının maaşı belə əlavə xərc kimi dillərdən alınıb. Bu kimi hallar bizim iş prinsipimizə ziddir. Bizdə heç bir auksion, ambar və ya gəmi cəriməsi adı altında sonradan əlavə ödəniş tələb olunmur. Daşıma qiymətləri elə ilk gündən EAI ilə inteqrasiya olunmuş sistemimizdə necə görünürsə, elə də dəyişməz və şəffaf olaraq qalır. Əla, o zaman müqaviləni imzalayaq.